Hamımızın tanıdığı Məlik İbn Dinar ilk anlarında həddindən artıq çox içki içir. Buyurur ki, evləndim, Allah Teala mənə bir qız uşağı nəsib elədi. Və bu qız uşağının adını Fatimə qoydum. Bu Fatimə balaca idi, 2 yaşı yox idi. Amma nə vaxtı ki, içmək istəyirdim, bu Fatimə gəlirdi, qədəhi mənim əlimdən almağa çalışırdı. Ancaq mən yenə də içirdim. Qızıma da, Fatiməyə də çox bağlıydım. 3 yaşına çatdıqda vəfat elədi. Və mən əvvəlkimdən daha pis hala qayıtdım. Öz-özümə dedim ki, bu günlərim o qədər içəcəm ki, heç vaxt indiki qədər içdiyim olmayacaq. Dayanmadan içməyə başladım, özümdən getdim, bir dənə yuxu gördüm. İnsanlar məhşərə toplaşıblar. Ey filankəs oğlu filankəs, Cəbbarın qabağına gəl, huzuruna gəl. Qorxu içində idim, vahimə içində idim. Sonra mənim adımı səslədilər. Məlik İbn Dinar gəl, Cəbbarın qabağına çıx. Və qabaqdan böyük bir ilanın, əzəmətli bir ilanın mənim üzərimə gəldiyini gördüm. Qaçmağa başladım. Və gördüm ki, qabağımda böyük bir od var. Və buyurdum ki, mən oda daxil olmaq üçünmü bu ilandan qaçıram? Təzədən qaçmağa başladım. Təpəyə doğru qaçmağa başladıqda gördüm ki, orada çoxlu uşaqlar var. Və uşaqlar qışqırırlar ki, ey Fatimə, ey Fatimə, get atana kömək elə. Atan dağdadır. Və mən qızımı tanıdım. Qızım mənə tərəf gəlirdi. Üç yaşındakı qızım mənə tərəf gəldi. Sağ əli ilə məni tutdu və sol əli ilə də ilanı dəf elədi. O yenə də əvvəlki kimi mənim dizimin üstündə oturdu və buyurdu ki, ey atacan, iman gətirənlərin qəlblərinin Allahı zikr etməsi üçün yumşalması vaxtı gəlib çatmadımı? Bu da ayədir. Ələm yə'ninillədinə əmənu ən təxşə qulubuhum zikrillah. Bu ayəni oxudu qızım. Və mən qəfil yuxudan qorxaraq ayıldım və ailə qışqırırdım ki, çatdı, vaxt çatdı, vaxt çatdı. Tövbə etmək üçün sübh namazına getdim. Məscidə girdikdə namaz artıq başlamışdı və gördüm ki, imam Ələm yə'ninillədinə əmənu ən təxşə qulubuhum zikrillah ayəsini oxuyur. Həmin ayəni. İman gətirənlərin qəlblərinin Allahın zikri üçün yumşalmasının vaxtı gəlib çatmadı mı? Hədid 16-cı ayəni oxuyur.